Bilirsən niyə Mordadın 14-ü Təbriz və Məşrutə adı ilə adlanılıbdır? Bir tarixi ittifaq ki, şayad əsən mədrəsədə Kamilin miləvə öyrətməyiblər. Mordadın 14-ü 1285 ilində Məşrutə fərmanı imzalandı. O gün ki, İran qanun və məclis təşkil verməyinə üzrət. Amma dastan burada qutulmur. O zaman məclis topa bağlanır. O zaman hamma deydi bəs hər şey qutulubdur. Amma buradaydı ki, Təbriz dayandı. Xalq Səttarxan və Baqirxanın dalısında dayandılar. Topraq yedilər, amma bir ovuc torpaqlarından düşmənə vermədilər. Buna görədir ki, Təbriz sadə bir şəhər deyil. Bir şəhərdir ki, əsası nəqş oynadı İranın tarixində. Buna görədir ki, Mordadın 14-ü həm Məşrutə fərmanına görə adlanır, həm də Təbriz gününə. O şəhəri ki, özgürlük üçün çox ağır həzinələr və bədəllər verdi. Əgər Təbrizə fəxr edirsən, bu videonu göndər, onlar ki, bülbüllər bölsünlər.